Hansı yeməyi hazırlayım, hər kəs yesin deyirsənsə, bu yeməyi mütləq hazırla. Əti pambıq kimi yumşaq, püresi isə bir aləmdir. İlk öncə 500 qram mal ətini hissələrə ayırıb doğrayırıq. Əti doğrayarkən nə çox kiçik, nə də çox böyük doğramaq olmaz. Orta böyüklükdə doğrayaraq hazırlayırıq. Dəyərli izləyicilərim, sizlərdən bir xahişim var. Kanala abunə olmağınız, fikirlərinizi şərh bölümündə qeyd etməyiniz və ən əsası videonu bəyənməyinizdir. Bu sizə adi və önəmsiz gəlsə də bizim üçün həqiqətən önəmli və kanalın daha irəli getməsinə ən böyük dəstəkdir. Əti doğradıqdan sonra bişirəcəyim tavaya əlavə edirəm. Tavanın qapağını bağlayırıq. Bu arada duz və ya sudan istifadə etmədən sadəcə ətin suyunu salmasını gözləyirik. Digər tərəfdə isə bir ədəd orta boy soğanı xırda-xırda doğrayıram. Bu arada istifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsində qeyd etdim. Ət suyunu yetər qədər saldıqdan sonra üzərinə doğradığım soğan və 3 diş sarımsağı əlavə edirəm. Qarışdırmadan sadəcə ətin üzərinə soğan və sarımsağı beləcə yaydıqdan sonra 2 xörək qaşığı çörək yağı əlavə edirəm. Hələ ki sudan istifadə etmirik. Yəni ətin öz suyunda qapağı bağlı şəkildə vamodda bişiririk. Niyə su əlavə etmirik? Ola bilsin ki, sizin ətinizin suyu bişməsinə yetərli oldu. 1 kiloqram kartofu doğradıq. Qazana əlavə edirik. Üzərinə çıxacaq qədər su əlavə edib ocağa alırıq. Ət suyunu çəkdikdən sonra bir dəfə yaxşı qarışdırırıq. Demək olar ki, ət yarı bişmişdi, yəni tam bişməyibdi. Daha yaxşı, daha gözəl bişməsindən ötəri üzərinə su əlavə edirik. Mən 200 ml sudan istifadə etdim. Duz əlavə etmədən sadəcə 1 stəkan su əlavə edib yenidən vamodda bişiririk. Ət nə qədər qısıq odda və uzun müddət bişərsə, o qədər dadlı, o qədər ləzzətli olar. Baxırıq, əgər ətin bişməsi bizi qane edirsə, üzərinə duz, qara istiot əlavə edirik və yenə də qarışdırıb gördüyünüz kimi tərkibində hələ də azca da olsa su var. Həmin suyun çəkməsini və ətin yağa düşməsini gözləyirik. Kartofun bişməsində çəngəllə yoxlayırıq. Əgər bişməsi bizi qane edirsə, hazırdır. Suyunu süzdükdən sonra püreni hazırlayırıq. Kartofun üzərinə duz, qara istiot əlavə edib əzməyə başlayırıq. Əgər dadlı püre hazırlamaq istəyirsinizsə, mütləq həmin pürədə süddən istifadə edin. Mən 100 ml 1 kiloqram kartofun püresində süddən istifadə etdim və 1 xörək qaşığı çörək yağından istifadə etdim. Çox təəssüf olsun ki, çörək yağını əlavə edərkən həmin kadrı tapmadım. Amma sizlər də qeyd edim ki, mütləq çörək yağından istifadə edin. Beləliklə artıq püre hazırdır. Püreni nə zaman hazırlayırıq? O zaman hazırlayırıq ki, artıq ət bişib hazırdır. Yəni püre qaldıqda deyil, isti süfrəyə verdikdə daha gözəl olur. Ət də çox gözəl şəkildə bişdi və yağa düşdü. Artıq yeməyi servis edib süfrəyə verə bilərik. O qədər dadlı, o qədər ləzzətli, möhtəşəm bir yemək alındı. İnanın, uşaqdan böyüyə hər kəs sona qədər yedi. Əti pambıq kimi yumşaq, püresi isə həqiqətən möhtəşəm oldu. Bu arada mən yanında turp turşusu ilə süfrəyə verdim. Əgər maraqlansanız, turp turşusunun linkini də videonun açıqlama hissəsinə qeyd etdim. Bu ləzzəti hər birinizə şiddətlə tövsiyə edirəm. Sizlər də hazırlayın, inanın dadını hər biriniz çox, həm də çox bəyənəcəksiniz. Bu günlük bu qədər, hələlik.